Selamun Aleyküm ve Rahmetullah ve Berekatuhu. Bugünlər inşallah Allah'ın izniyle tibbi terimlərin ən çox istifadə olunan terminlərindən danışacağıq. Keçək terminlərimizə. Kanaliz. Kanaliz kanal deməkdir. Kanalles isə onun cəm halındadır. Kanallar mənasını verir. Dentalis diş. Dentales dişlər. Anastomazis keçid deməkdir. Ağızlaşma mənasını verir. Anastomazis isə keçidlər, ağızlaşmalar. Karpus əl biləyi deməkdir. Karp isə əl biləkləri. Cəm halına keçir artıq burada. Son şəkilçisindən baxın, son şəkilçisindən artıq burada cəm halına keçir. Metatarsus ayaq darağı. Metatarsi artıq orada us düşür, us şəkilçisi düşür və i gəlir və olur metatarsi cəm halında. Ayaq daraqları. Humerus qol sümüyü. Humer isə qol sümükləri. Kosta qabırğa. Kostaya qabırğalar. Bursa içində sürüşkən maye olan kisə mənası verir. Bursa. Bursaya isə həmin onun cəm halıdır. Glandula düyüm vəzi mənası verir. Glandula vəzidir. Glandula isə vəzilər mənası verir. Bezlər. Yəni bez türkçədir. Mən azca tərcümə edirəm. Ligamentum bağdır. Ligamenta isə bağlar mənası verir. Ovum. Qadın çoxalmaq üçün istifadə olunan orada hüceyrədir. Qadın üçün çoxalmaqda istifadə olunan hüceyrədir. Ovum. Yəni qadın çoxalma hüceyrəsidir. Ovum. Ova isə həmin bu hüceyrələr mənasını verir. Cəm halıdır. Atrium ürəyin qulağıcığıdır. Üst qulaqcıqlarıdır. Atria isə qulaqcıqlar mənasını verir. Qulaqcıq, qulaqcıqlar. Radix kök deməkdir. Radius isə köklər mənasını verir. Apex uc, təpə mənasıdır. Apes isə apses. Apses, qısaca belə deyirik. Apses uc, təpələr mənası verir. Uclar, təpələr. Cervix boyun deməkdir. Cervix isə boyunlar. Ganglion düyün. Ganglia isə düyünlər. Spermatozon kişi cinsiyyət hüceyrəsidir. Spermatozoa isə sonuna A şəkilçisi gəldi. Həmin o hüceyrələr mənasını verir artıq.